Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Debat fərarisi özü təklif etdiyi debatdan qaçan və ondan sonra suallarımızdan, bəhslərimizdən qaçan bu debat fərarisi qardaşlardan biri bildirib ki, verilişlərin birində yenə şiəliyi gözdən salmaq üçün bəzi saxtakarlıqlar eləyib, bəzi həqiqətləri gizlədib, şiə alimlərinin rəylərini, hədislərini gizlədib və deyir ki, kişi biraz kişi olmalıdır, sırğa taxmaq, zinət əşyası vurmaq qadına məxsusdur. Biz videolarımız hamı bilir ki, PDF variantlar qoymaqladır, yəni dəlilləri göstəririk, həmçinin qarşı tərəfin və vəhabilərin saxtakarlıqlarını görəsiniz deyə onların videolarında yerləşdiririk. İnşallah video əlimizə keçən kimi ətraflı bu barədə danışacağıq. Hələlik isə bu debat fərarisinə bu sualı ünvanlayırıq ki, sualdan qabaq belə bir söz deyirik ki, sən saxtakarlıq eləmə. Kişilikdən danışırsansa, hədisləri, alimlərin rəylərini ortaya qoy. İzah ver ki, şiələrdə qeyd etdiyim məsələ necədir? Deməli, biz ətraflı inşallah bu barədə danışacağıq. Əvvəla sənəd gətirmir. Yəni hədis səhihdir, səhih deyil, bu barədə danışmır. Biz dəfələr demişik ki, bunlardan hədisin sənədini tələb edin. İkincisi, hədisləri lap səhih hesab etmiş olsaq belə, bizim alimlərimiz buyururlar ki, qadının özünü kişiyə bənzətməsi, kişinin özünü qadına bənzətməsi, həmçinin kafirlərə bənzətməsi, həmçinin də zinət əşyası haramdır kişiyə. Hətta qızıl üzük, libas və s. geyinmək belə haramdır. Amma bu saxtakar insan bu həqiqətləri gizlədir və gedib şiəlikdə körpə uşaq doğulanda qulağının deşilməsi mövzusunu qabardır və güya bunu bizim mentalitet cəhətdən vurmağa çalışır. Ondan başqa sənə bir sual ünvanlayaq. Sən niyə görə efirdə öz kanalında və ya başqa kanalda danışanda niyə saçlarını uzadıb, hörüb, 4 dənə hörük vurub çıxıb orada danışmırsan? Çıx 4 dənə hörük vur, otur canlı efirdə danış. Gözlərinə də sürmə çək, danış. Çünki sən özü əhlüsünnə hesab edirsən, sənin səhih mənbələrində alimlərin təsih ediblər, Peyğəmbər sallallahu aleyhi və səlləm gözünə sürmə çəkərdi və 4 dənə hörük vurardı. İndi sən niyə bu işi görmürsən? Bizi siğə və yaxud digər mövzularla mentalitet cəhətdən vurub gözdən salmağa çalışırsan. Halbuki özünün səhih mənbələrində bunlar olduğu halda düş şəhərdə kimdən soruşursan soruş, gör neçə nəfər deyəcək ki, mən hörük vurmaq istəmərəm, bu özünü qıza bənzətməkdir, kişi də hörük vurar, bu kişilikdən kənar bir şeydir, gör neçə nəfər deyəcək bunu. Dedikləri halda sən Peyğəmbər haqqında münasibətin necə olacaq? Deyəcəksən ki, Peyğəmbər düz eləməyib, nəuzu billah, səndən görə sənin Peyğəmbərin özünü arvada bənzədib, zinət vurub saçlarına. Yoxsa deyəcəksən ki, Peyğəmbər eləyibsə olar, kim nə deyir, düşün, özü bilər, bizim dəlilimiz var ki, Peyğəmbər belə eləyib. Kişilik elə, o deyir sənə çıxışında kişi biraz kişi olar. İndi biraz kişilik elə çox demirəm. Çıx bu bəhsə cavab ver. Peyğəmbərin saçlarına hörük vururdu. Səhih mənbələrim var. Yoxdursa, inkar etsənsə, gəl çıxdığında belə şey yoxdur, göstərək sənə. Gözləyirik, bu debat fərarisi, digər mövzulardan qaçan fərari, böyük ehtimalla bu mövzuna qaçacaq. Amma gözləyirik, çıxıb cavab versin, görək ki, özünə növbə çatanda mentaliteti nəzərə alır, yoxsa deyir ki, bizim hədislərimiz var, bizim Peyğəmbərimiz eləyib bunu. Görək nə cavab verəcək. Velhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin.